Sağlam Radio 93 FM dinləyiciləri, hər vaxtınız xeyir olsun. Qarşıdakı 1 saat ərzində Offside efirdə olacaq. Günün mövzusu isə Formula 1 olacaq. Bugün Rauf Hacıyev Kokpitas saytının baş redaktoru bugün bizimlədir. Salam Rauf, xoş gəlmisən, necəsən? Xoş gördük. Sən necəsən? Yaxşıyam, çox sağ ol. Qırmızı geyinib gəlmisən, deyəsən, düşünürsən ki, Ferrari üçün bu sənə o sənə olacaq? Yox, testlərdə birinci olduqları üçün. Aha. Aston birinci olsa yaşıl geyinərdim. Red Bull birinci olsa tünd göy geyinərdim. Racing Bulls birinci olsa ya da Mercedes birinci olsa Petronas mavisi geyinərdim. Petronas yaşıl geyinərdim, amma Ferrari birinci oldu. 2026-cı ildə Hətta belə deyim, testlərin o son gününün son saatları artıq Mercedes birinci idi. Artıq son saata girəndə getdim o Petronas yaşılı sviterimi ütülüyürdüm. Birdən-birə Hamilton yaxşı dövrə vurdu. Onu qatladım, qoydum şkafa. Bunu gətirdim, ütülədim. Mövsüm ərzində nə deyirsən? Bu qırmızı rəngi daha tez-tezmi geyinəcəyini görəcəyik, yoxsa bir neçə yarışdan sonra artıq Ferrari azarkeşlərinin hər dəfəsində olduğu kimi bu dəfə də ümidləri puç olacaq? Mövsüm hələ təzə başlayır, bunu deyə bilmərik. Amma ki, hər şey ikinci testlərdən sonra biraz bizə aydın olacaq. Amma belə deyim, hər şey təzə olduğu üçün, hər şey yeni olduğu üçün ümumilikdə mövsüm ərzində güc balansları tez-tez dəyişə bilər. Yəni fikirləşsək ki, yəni bu qış testləri meyar deyildi, Barcelona testləri. Çünki bu testləri hətta shakedown testləri deyirlər. Yəni ki, o bolidləri qurmaq üçün, qururaşdırmaq üçün, sistemləri yoxlamaq üçün. Düzdür, mən bunu shakedown saymıram. Çünki shakedown sınamaq deməkdir də. Yəni o da adətən 1 saat, 2 saatlıq bir prosesdir. Burada isə 3 gün ərzində limitsiz 8 saat verirlər və o 8 saatda limitsiz formada çıxıb dövrələr vura bilirdim və mən bunu shakedown saymıram, bu test idi. Amma yenə də meyar deyil, çünki əksər komandalar motorları açmadılar. Yeni sintetik yanacaqlardan əksər komandalar istifadə eləmədilər. Məsəl üçün Shell'in hələ də sintetik yanacaqları tam gətirmədiyi bilinir. Yəni Mercedes-in sintetik yanacaq yox, köhnə yanacaqlarla dövrə vurduğu deyilir. Hətta McLaren'ın motorları yoxlamaq üçün anlaşıblar ki, deyilənə görə McLaren sintetik yanacaqlarla dövrə vurub, ona görə tez-tez etibarlılıq problemi yaşayıblar. Mercedes isə köhnə yanacaqlarla dövrə vurduqları üçün rahat işləyiblər. Hətta mən düşünürəm ki, bəlkə də Shell hələ tam hazır olmamış, sintetik, yox, onlar onu eləyə bilməz. Bilmirəm, bəlkə də Ferrari motorunu yoxlamaq üçün Shell yox, Cadillac'a bir də Haas'a sırf köhnə, yeni sintetik yanacaqlardan veriblər. Çünki onlarda da bəzi problemlər yaşandı. 2026-cı ildə daha mı sürətli bolidlər görəcəyik? Ümumiyyətlə dizaynda da biraz dəyişikliklər baş veribdi. Eni 20 santim. Daha doğrusu uzunluğu 20 santim azaldıldı. Eni 10 santim. Yəni çəkisi də 800, keçən il minimum çəki 800 kilo idi. Bu il artıq 768 kiloqramdır. Yəni ki, həm bolidlər balacalaşdı, həm yüngülləşdi, həm belə deyim, o aflıq effekti daha yoxdur, da artıq aerodinamik quruluş da fərqlidir. Ona görə mən düşünürəm ki, bu il daha sürətli maşınlar olacaq. Hətta belə deyim də, keçən ilin Barcelona Grand Prix-sinin pole position ilə hesablasaq, bu Barcelona testlərində cəmi 4,5 saniyəli bir fərq oldu. 4,5 saniyə arası bir fərq oldu. Yəni ki, havanın soyuq olduğunu nəzərə alsaq, komandaların motorları tam açmadığını nəzərə alsaq və maşınların hələ tam olaraq hazır olmadığını, çünki əksəriyyət noyabrda, dekabrda hazır olan paketlə gəlmişdilər. Avstraliyaya əksər komandalar təmiz fərqli paket gətirəcəklər. Orada artıq sürətlər də artacaq. Mən düşünürəm ki, bu bolidlər köhnələrdən daha sürətlidir. DRS-in adı dəyişilib, sadəcə MAM adlanacaq və bundan sonra da sadəcə öz funksiyasını artıq əvvəl MAM idi, sonradan bəzi şeyləri dəyişdirdilər. Çünki dedilər ki, bunlar çox çətin terminlərdir. Qoy hamı bunu başa düşə bilsin. Yəni F1-ə həmişə baxmayan, gün aşırı, yəni
2-3 yarışdan bir baxan adam da bunu qoy anlasın. Ona görə onun adını overtake qoydular. Yəni ki, overtake, yəni bu da necə işləyəcək? Bəli, ötmə də sadə bir termindir. Yəni bu da necə işləyəcək? Yəni arxadakı maşının artıq əvvəl DRS necə idi? Yəni bu dövrədə əgər sən o deteksiya nöqtəsinə çatırdınsa, deteksiya nöqtəsində 1 saniyədən aşağı idisə fərq, sən hücum eləyə bilirdin. Amma burada belə olmayacaq. Məsəl üçün 40-cı dövrədə sən deteksiya nöqtəsində 1 saniyədən aşağı sala bilirsənsə fərqi, bu dövrə işləməyəcək o sistem. O sistem bir dövrə sonra sən o sistemi işlədə biləcəksən. Bu pilotları biraz narazı salacaq bir qayda deyil. Yox. Yəni həm düzdür, xeyirlərinə olacaq. Xeyirlərinə Bəzi yox, olacaq, belə həm də- deyim də, bu arada sistem artıq başqadır. Burada artıq motora bir əlavə bir güc gələcək, elektrik motora və orada əlavə bir güc hesabına sürücülər orada ötməni reallaşdıracaq. Yəni burada vəziyyət belədir. İştirak eləyəcək komandaları və pilotlarına nəzər salacağıq. Start verə bilərik. Hər komandanın adını çəkək və pilotlarına nəzər salacağıq. Birinci yerdə təbii ki, ötən mövsümdə çempion olmuş Lando Norris'in komandası McLaren və komanda yoldaşı Oscar Piastri olacaq. Davam edəcək Max Verstappen, Red Bull pilotu ikinci yer tutdu ötən mövsüm çempionluqda və onun komanda yoldaşı isə Isaac Hadjar olacaq. Aston Martin komandasında Fernando Alonso və Lance Stroll, Haas komandasında Berman və Ocon, Williams'da Carlos Sainz və Albon və Cadillac'da Perez və Bottas olacaq. Hələlik bu adlarını çəkdiyim komandalardan bizə ən maraqlı olanlardan biri elə Cadillac'ın yeni pilotları olacaq. İkinci pilotlar bir komandada olacaqlar. Görək ikincilər Keçmişdə arasında bir serial var idi. Bilmirəm olacaq? baxmısan ya yox. Türk kanalından gedirdi. Geniş ailə. İki əsas qəhrəmanın yanında köməkçilər var idi. Ülvi ilə Müfid. Yəni mən o iki sürücünü onlara oxşadıram. Yəni ikisi də yəni ikinci adamlardı. Yəni biri Verstappen'in yanında ikinci adam idi, biri Hamilton'ın yanında ikinci adam idi. Xüsusilə də 2021-ci ildə vəziyyət belə idi və onlar hazırda 2021-ci ildə belə deyim də o əsas qəhrəmanların o sağ əlləri indi bir komandada bir yerdə yarışırlar. Və eyni zamanda da komanda yoldaşlarında da vaxtı ilə çempionluqlarında böyük dəstəkləri Bəli, olub. yəni böyük komanda təcrübəsi görüblər. Ən əsası odur. Yəni biri Mercedes kimi bir komandada yarışdı, bir Red Bull kimi bir komandada yarışdı. Üstəlik 200 yarışa qədər F1 təcrübələri var ki, bu da elə belə bir şey deyil. Cadillac üçün təxminlərin necədir? Növbəti mövsüm üçün necə bir komanda görə bilərik? Belə deyim, Barcelona testlərindən yola çıxsaq, Cadillac'da biz çox əməliyyat problemləri gördük. Yəni maşını, məsəl üçün birinci gün onlar maşını qarajdan çıxarda bilmirdilər, problemlər yaşayırdılar. Mən belə düşünürəm ki, yəni belə deyim, bu da yeni komanda problemləri idi. Məsəl üçün Audi'yə də biz yeni komanda deyə bilərik, amma onların artıq əvvəldən hazır bazaları vardı. Çünki Sauber'in bazasını aldılar, gəldilər və artıq əvvəldən bir yığılmış mühəndis heyəti var idi. Bir il əvvəl onlar yarışıblar. Yəni yarışa gəliblər, amma Cadillac tamamilə yeni bir komanda idi və təmiz o yeni komanda problemləri yaşadılar. Mən hətta düşünürəm ki, biraz motorda da problemlər yaşadılar. Mən düşünürəm ki, bəlkə də Ferrari motorunun sintetik yanacaqda necə işlədiyini görmək üçün onları bir necə deyim, o təcrübə siçanı kimi istifadə elədilər. Amma pis nə deyirdilər, xüsusən də testin son günündə, 3-cü günündə onlar üçün yaxşı dövrələr vurdular. Bu da onlar üçün yaxşı nəticə idi. Belə deyim, amma yenə də mən düşünürəm ki, onlar 9-cu, 10-cu yer uğrunda, 9, 10, 11 o yerlər uğrunda mübarizədə olacaqlar. Eyni zamanda əgər birdən işləri yenə bolidlə yolunda getməsə, o zaman ən azından təcrübəli pilotlarının təcrübəsinə güvənə biləcəklər. Yəni onlar da onun üçün gətirdilər. Biraz ağıllı iş gördülər, çox ağıllı iş gördülər. Ümumilikdə heyət pis deyil, yəni heyətləri pis deyil. Yəni yeni komanda üçün çox yaxşı heyət qurublar. Çünki yaxşı maaşlar verirlər, yaxşı təkliflər verirlər. Və eyni zamanda 2 təcrübəli pilot var dediyin kimi. Bu pilotlar özdə böyük komanda görmüş pilotlardır və o
onun hesabına, o ki pilotun hesabına çox şey eləyə bilərlər, onların məsləhətləri hesabına. Rauf, musiqi və reklam fasiləmiz olacaq. Dinləyicilərimiz Sağlam Radio 93 FM-də qalsınlar. Verilişimizə qaldığı yerdən davam edəcək. Dalğın dəyişməyin. Rauf ilə fasilədə danışırdıq ki, artıq rənglər get-gedə azalmağa başlayıb, həyatımızdan rənglər çıxmağa başlayır. Boz, qara, ağ bu kimi rənglər. Bir ara Formula 1-də də çıxmışdı o rənglərə. Bir təzədən amma rəngləri biraz qaytardılar. Mercedes də qara rəngə büründüyü vaxtlar vardı. Məsələn, ağ Mercedes o dönəmlər biraz. Formula 1-in ən gözəl koloritli dövrü səncə nə vaxtdır? Rəngli dönəmləri. Yəqin ki mən 2017-2018 deyirdim. Səhrayı da var idi. Mavi də var idi, sarı da var idi, yəni qırmızı da var idi, göy də hər rəngdən var idi. Amma 2000-ci illərin əvvəlləri 90-cı illərdə məncə daha rəngli görünürdü. Fərqli rənglər var idi. Amma belə deyim, 90-larda siqaret reklamlarına görə göy rəng daha üstünlük təşkil eləyirdi. Yeri gəlmişkən Ferrari barədə danışa bilərik ki, yeni dizaynlarını təqdim elədilər. Digər komandalar barədə danışacağıq təbii ki. Sadəcə Ferrari'nin dizaynını o qədər də bəyənmədim. Keçmişdəki komandalardan birinə bənzədi. Dizaynı ağ rəng çalarlarından istifadə edib, qırmızı rəngdən istifadə edib. Sənin hələ ki təqdim olunan komandalardan hansının dizaynından xoşun gəlib? Sırf rəng çaları soruşursansa, məncə Mercedes yəni öz rəngini göstərənlərdən yaxşıdır və Williams dünən sırağa gün təqdim olundu və onun da rəng çaları mənim xoşuma gəldi. Bəli. Mavi, açıq mavi, ağ, qara. Adamın gözünə batan bir mavidir uzaqdan. Təbii ki. Qeyd eləmək olar Red Bull'u da. Çünki Red Bull yəni həmişəki Red Bull'dur da, yəni. Lakin daha parlaq rənglərdən istifadə eləyiblər. Yəni 2012-lərə falan qayıdıblar. 2010-lara, 2012-lərə. Amma belə sırf dizayn deyiriksə, məsəl üçün Aston Martin bilmirəm, qara olduğu üçünmü testlərdə elə göründü. Yəni necə o maşın çox aqressiv görünür. Yəni dar paketdir. Yəni aerodinamik çıxışlar təmiz fərqli görünürdü. Yəni həm asılqan sistemi, həm hava çıxışı sistemi, həm sidepod sistemi digər komandalardan fərqlənirdi və məncə Adrian Newey yenə nəsə düzəldib. Düzdür, testlərdə yaxşı nəticə göstərmədi Aston Martin, amma bunu da ona bağlayaq ki, digər komandalar Barcelona'ya gəlməmişdən həm demo sürüşləri elədilər 15 kilometrlik, həm 200 kilometrlik çəkiliş günləri elədilər. Aston Martin isə maşını belə deyim də dəzgahdan çıxardan kimi gətirdilər, qoydular testlərə. Audi'nin də qeyd eləmək olar. Çox maraqlı bir dizaynı var. Audi'nin. Yuxarıda bir narıncı, qırmızıya çalar bir narıncı rəngi var və o dairə formasını, dairə formasını xatırladır. Lakin yəni rakurslar dəyişdikdə o dairə ortadan qalxır. Çox maraqlı bir dizayn ortaya qoyublar. Keçmiş McLaren oxşadıram mən onu. Vodafone McLaren dövrü vardı. 2008-2010 dövrləri. Onu xatırlatdı mənə. Komandaların heyətinə yenidən qayıda bilərik ki, 10 komandadan 5-inin adını çəkdi və digər ikinci hissədə qərarlaşan komandalarda bir nəzər sala bilərik. Ferrari 2026-cı il mövsümündə Charles Leclerc və Lewis Hamiltonla mübarizə aparacaq. Mercedes-də George Russell, Kimi Antonelli, Alpine-də Gasly və Colapinto və Red Bull Racing-də Lawson və Lindblad. Bəli, və Audi-də isə Hülkenberg və Bartolotto ikilisi mübarizə aparacaq. Ferrari ilə elə start verə bilərik ki, test yürüşlərində də verilişin əvvəlki dəqiqələrində dedin. Lewis Hamilton 2 illərdə qərarlaşdı, ən yaxşı nəticəni göstərdi. Lewis Hamilton nəhayət Ferrari bolidinə uyğunlaşa bilibmi ki, ən azından podiumda görə biləcək, hətta qələbəsini qazana biləcək onun? Belə deyim, keçən il Lewis Hamilton yəni öyrəşmək adı ilə çox zəif performans göstərdi. Bəzən yarış mühəndisini problem göstərdi, amma artıq adam yoxdur. Bəzən də öz bacarığını kiçiltdi ki və sonradan kənardan da ona demişlər ki, sən xatırlamalısan ki, kimsən? Lewis Hamiltonsan sən və bundan sonra sanki biraz özünə gəlməyə çalışdı. Bu da artıq mövsümün axırlarına gəlib çıxırdı. Belə deyim, adamı yoxdur.
Artıq təmiz yeni maşındır, artıq bahanəsi yoxdur ki, Charles Leclerc bu maşınlarla Ferrari ilə 3 ildir sürürdü, mən təzə sürürəm. Artıq hər şey sıfırdan başlayır. Yeni yarış mühəndisi var. Yəni indidən sonra onun bahanəsi yoxdur. Yəni bu ildə Charles Leclerc aşkar formada uduzsa, artıq o deməkdir ki, artıq bir dövr qapanıb Formula 1-də. Necə ki o Schumacher Formula 1-ə qayıdandan sonra Nico Rosberg'ə açıq fərqlə uduzurdu. Artıq hamı deyirdi ki, dövrü bitib, amma onun fanatları qəbul eləmirdi bunu. Bu da onun kimi bir şey olacaq, yəni. Düşünürsənmi ki, Lewis Hamilton Ferrari'də əsas pilot deyil deyə bu onun performansına təsir edib ötən mövsümdə xüsusilə? Yəni mən yenə deyirəm, yeni komanda idi, təmiz yeni maşın idi, təmiz yeni motor idi. Yəni təmiz yeni bir kollektiv idi, təmiz ayrı bir belə deyək də mentalitet idi. Yəni Britaniyalılarla işləyirdi. İndi gəldi İtalyanlarla işlədi. Karyerası başlayandan 2007-də Mercedes motoru sürmüşdü. Gəldi Ferrari motoruna keçdi. Yəni ki, hər şey onun üçün yeni idi. Hətta o belə deyim də, hər aura belə yeni idi. Yəni əvvəllər qara geyinirdi, amma artıq qırmızı rəngdə geyinirdi. Yəni hər şey onun üçün yeni olduğu üçün bəlkə də ilk il problem yaşadı, amma artıq yəni, ikinci ildir, hər şey sıfırdan başlayıb, artıq heç bir bahanəsi yoxdur. Bir də Kim Kardashian lənəti də var ortalıqda. Yəni biraz mağazin xəbərlərinə doğru gedəcək, lakin sevgili olduqları bildirilir və ola bilsin ki, Kardashianlar da çox məşhurdular. Əslində adamı yəni tükədilmədən əl çəkmirlər. Bir basketbolçu vardı o vaxtlar, onun da karyerasını bitirmişdilər demək olar. Bəli, Jennerlər səhv eləmirəmsə. Amma belə deyim də, Hamilton məncə artıq bu işlərdə təcrübəlidir. 40 yaşı var. Keçmişdə bir Nicole Scherzinger şoku yaşamışdı. Yəni onun üçün çox karyerasını məhv elədi. 2011 olsun, 2012 olsun. Yəni Nicole Scherzingerin onun həyatına çox mənfi təsirləri oldu. Məncə artıq Hamilton da anlayır ki, yəni bir qadın üçün dəyməz. Həyat qısa dəyməz qıza. Racing Bullsa və Red Bull komandalarına keçid eləyəcək. Ötən mövsüm Red Bull'un ikinci pilotları açıq-aşkar Racing Bulls pilotlarından geridə qalırdılar və Isaac Hadjar keçdi Red Bull komandasına. Artıq ötən mövsümün sonundan bu bəlli idi və necə olacaq? Cari mövsüm nəhayət Red Bull komandasında ikinci pilot oturacağı lənəti, bu lənət qırılacaqmı? Belə deyim, ilk testlərdə pis deyildi, amma testlərin ikinci günündə Isaac Hadjar bir qəza elədi və o qəzanın nəticəsində, yəni Red Bull'un oraya gəlmə məqsədi əslində belə idi. 1, 2, 3. İlk 3 gündə, yəni 5 gün idi testlər, 3 gün icazə var idi komandalara da. Yəni mən bildiyim qədərilə Red Bull cümə gününə saxlamaq istəmirdi. Elə birinci, ikinci, üçüncü gün dövrələrini vurub artıq bazaya qayıtmaq planlaşdırırdılar, amma ikinci günün son saatlarında, hardasa bir testin bitməsinə yarım saat qalmış, Hadjar bir qəza elədi, maşının arxa qanadını, arxa askı sistemini dağıtdı və komanda buna görə 2 gün itirdi. Çünki ehtiyat hissə yox idi, bazadan ehtiyat hissə gözlədilər və o gələnə kimi də artıq cümə günü idi və məcbur cümə gününə qədər qaldılar və son gündə Hadjara maşın vermədilər. Ancaq Verstappen işlədi trasda. Yəni belə deyim, deyəsən yenə də yəni hələ ki Hadjar üçün işlər yaxşı başlamadı. Ümid eləyirəm ki, bu yəni bundan dərs çıxardar. Yəni necə ki keçən il ilk yarışda problem yaşamışdı Hadjar, xatırlayırsansa qızdırma dövrəsində dayanmışdı. Sonradan amma mövsümdə yaxşı işlədi. Ola bilsin, ümid eləyirəm ki, yenə də Hadjar üçün elə bir şey olar. İndidən yəni o problemi yaşadı, bir də yaşamaz. Potensiallı bir pilotdur. Bir çox maraqlı ötmələrini də görmüşük. Ötən mövsümdə də çox yaxşı çıxış elədi. Racing Bulls'da bircə Red Bull'da gəlib ikinci o pilot lənətinə o da qoşulmasın, ümid eləyək. Və digər komandalar barədə danışa bilərik ki, cari mövsüm hansı komandanın təbii ki lider olacağını və yaxud da mühəndislər kuboku uğrunda mübarizə aparacağını düşünürsən? Belə deyim, hal-hazırda yəni Mercedesin çox böyük üstünlüyü olduğu deyilir. Çünki Mercedes testlərdə
4 komanda gözlənilirdi, amma Williams hazır değildi. Hətta testlər gedəndə Williamsda hələ təzə-təzə oturacaq sazlanması Bəli. aparılırdı. Yəni bu böyük bir Çox biabırçılıq idi. sosial şəbəkələrdə çox zarafatlar, gülünc obyekti Bəli. oldu. Çünki o nəyə görə? Çünki Williams, yəni bu komandadan danışmadı, amma qısa danışaq. Digər keçən il Williams komandası maşını düzəltdi, amma yenilik gətirmədi və bəxtləri gətirdi ki, hər şey bunların istədiyi kimi getdi, 5-ci yeri tutdular. Əslində Williams keçən il böyük yeniliklər gətirmədən elədi bunu, çünki hədəf 2026-cı il idi. Bu il isə hamıdan gec hazır oldular. Yəni hamıdan gec crash testdən keçdilər, hamıdan gec oturacaq sazlanması elədilər. Birinci testlər üçün xüsusi bir rəng çaları hazırlamışdılar. Onu gətirib işlədə bilmədilər. Yəni ki, bu komanda üçün böyük bir mənfi oldu, transfer vaxt itirdilər. Amma ki, Mercedes motoruna, Mercedes-ə gəldikdə, favoritə gəldikdə, Mercedes bir addım öndədir. Çünki Mercedes-in 3 motorda işlədilər, 3 fərqli motorda. Ən çox dövrə vuran komanda idi. Yəni, belə deyim, ən yaxın rəqibindən 60-dan çox, Ferrari idi, 60-dan çox fərq var idi. Bu da ki, bir yarış məsafəsi qədər dövrə deməkdir. Amma yenə deyirəm, bilmək olmaz, sintetik yanacaqları keçəndən sonra Mercedes mühərriyi necə işləyəcək, biz onu bilmirik. Biz onu ikinci testlərdə artıq komandalar tam son versiya sintetik yanacaqlarla işləyəcəklər. Ondan sonra kimi orada, harda olacaq, necə olacaq, orada biləcək. Amma digər bir məsələ var, sıxılma qüvvəsi motorların. Böyük bir skandalla qarşı-qarşıyadır Mercedes və bir də Red Bull Powertrain'də bunun olduğu deyilir. Red Bull'un mühərriyində 16-1 nisbətində olası sıxılma qüvvəti. Motor düzdür, dayananda normal bir otaq temperaturunda yenə 16-1'dir. Amma motor işləyəndə bu sıxılma qüvvəsi 18-1 olur. Bu da keçən ilki motorlardan birdir. İndi belə deyə, bu Mercedes-ə nə qədər üstünlük qazandıracaq? 10 at gücü, 5 at gücü, yəni üstünlükdür. Amma daha çox da ola bilər. Digər bir söz-söhbət var ki, Ferrari-də artıq indidən əmindir ki, FIA Mercedes-ə heç bir qadağa qoymayacaq buna görə və indidən başlayıb onlar da sırf o sıxılma nisbətində bir motor düzəltməyə, amma və lakin o motor yeni mövsüm başlayana qədər hazır olmayacaq. Ən yaxşı halda 2020 yay aylarında hazır olacaq. Bu da deməkdir ki, bəlkə də indi o Mercedes o üstünlüklə aldı mövsümü apardı. Yəni hər şey ola bilər. Bəs McLaren-ə gəlincə son dünya çempionu. McLaren də Mercedes motoru ilə yarışır. Düzdür, bu testlərdə bəzi xırda problemlər yaşadılar. Sensor problemləri yaşadılar, amma günün sonunda ən sürətli 3-cü dövrəni vura bildilər. Və digər sürpriz biz Aston Martin'i görə bilərik. Düz Aston Martin 4 saniyə yavaş idi, amma bayaq da qeyd elədiyim kimi dəzgahdan çıxardıb gətirdilər maşını və maşının arxasında mavi işıq yanırdı sürülən vaxtda. Bu isə deməkdir ki, komanda elektrik motoru tam açmamışdı. Yəni düzlüklərdə 290 km/saatla gedirdilər. Nədənsə daxili yanma mühərrik tam gücdən işlətdilər, amma elektrik motoru tam gücdə işlətmədilər və bu da bir müəmmadır. Honda tam hazır deyilmi? Nəsə problemlər mi var? Yəni o bəzi problemləri, bəzi təhlükəsiz, düzdür, motor dondurulacaq. Yəni mövsüm başlayanda. Amma ki o təhlükəsizlik üçün bəzi şeyləri nerede inkişaf gedəcək? Sırf təhlükəsizlik üçün. Onda biraz sürətlənə bilər və bu da mövsümün ardasa bir 5-6 yarışı çəkə bilər. Belə ancaq mövsümün başlamasına da 28 gün var. Martın 8-də Avstraliya Bəli, 28 gün qalıb, yəni düz bir ay qalıb. Çünki 6-sı artıq praktikalar başlayacaq və 28 gün 12 saat qalıb. 28 gün 12 saatdan sonra mövsüm başlayır. Ona görə də artıq çox şey ola bilər. Məncə favoritlər bunlar olacaq. Xüsusən də əgər mən düşünürəm ki, Mercedes-dən George Russell çempionluq mübarizəsi aparacaq. Leclerc, Hamilton bu mübarizədə ola bilər. McLaren pilotları bu mübarizədə ola bilər və sonuncu
namizəd məncə Fernando Alonsodur. Mən George Russell'ın çempionluq uğrunda mübarizə aparmasından çox çəkinirəm. Yəni bu pilot ümumilikdə adicə bir yer verməkdə, xal itirmək təhlükəsi olanda özü çox bir təhlükəli bir pilota çevrilir. Yox, sakit pilotdur. Sakit pilotdur. Yəni ki, George Russell sakit pilotdur. Sakitdir, hiləgərdir sadəcə. Hiləgərdir. Belə deyim, o Dəlisov deyilmi? Bir Juan Pablo Montoya deyil. Mənə elə gəlir ki, cari mövsüm George Russell'ın əsəblərinin tamamilə tarıma çəkildiyini görəcəyik. Çünki əvvəllər rahat idi. Konfranslarında Max Verstappen'i görməyə gözü yox idi və özünü tamamilə cilovlaya bilmirdi. Açıqlamalarında da ki, təxmin edirəm ki, cari mövsümdə də bu formada bir George Russell görəcək. Təbii ki, yəni. Qaydaq ötən mövsümün sonuna və çempion Lando Norris ikinci yerdə Max Verstappen qərarlaşdı və üçüncü yerdə bəzilərinin, çoxlarının qəlbinin yaralı yeri olan Oscar Piastri qərarlaşdı ki, mövsümün uzun bir hissəsində 2025-ci ildə neçə ay liderlik elədi turnir cədvələ və sonunda isə nəinki ikinci, hətta üçüncü yerdə qərarlaşdı. Apreldən sentyabra qədər Piastri birinci yerdə idi turnir cədvəli və hətta sentyabra, oktyabra qədər birinci yerdə oldu. 6 ay birinci yerdə oldu, amma sonunda üçüncü yeri tutdu. Düzdür, biraz öz səhvləri də oldu. Bəlkə də o, belə deyim, o çempionluq mübarizəsini, o təzyiqini qaldıra bilmədi. Bir tərəfdən də daha rahat davranmış ola bilər. Vaxtından əvvəl artıq çempionluğunu yəni uzun müddət çünki xal fərqi çox idi. Çox idi, yəni bir ara 30-35 xala qədər yüksəlmişdi. Bu rahatlıq gətirdi ki, növbəti artıq yarışlarda qalib gəlsəydim, yəqin ki, fərqi artırardım. Lakin tamamilə əksi oldu. Bir də bizən Azərbaycanda bir buğa da gəlirdi arxadan. Azərbaycanda məsələn 3 səhv elədi o. Həm sıralama turunda səhv elədi, həm yarışın startında səhv elədi, həm yarışın gedişində səhv elədi. Yəni o bəlkə də o Azərbaycandakı o səhvlər onu biraz mental silkələdi. Çünki ondan bir həftə əvvəldə komanda əmri məsələsi vardı məşhur İtaliyada. Yəni bəlkə də onun biraz psixologiyası ilə, biraz onun hirsi ilə çox dəxlisiz səhvlər elədi. Üstünə üstlük Singapurda yenə bir Lando Norris'lə bir təmas yaşadı. Yəni fikirləşdi ki, əgər İtaliyada bu hadisə baş veribsə, mənə qarşı baş veribsə, növbəti yarışlarda da mən artıq mən güzəştə getmişəmsə, komanda yoldaşım da bəli güzəştə gedəcək, lakin belə olmadı və deyərdim ki, Oscar Piastri necə ki Azərbaycanda belə bu yaxınlarda bir yerdə idi, əyləşib stulda yarışın getməsini izləyirdi. Çempionluğunda, bəli, çempionluğunu da elə o formada izlədi, çıxdı əlindən getdi. Belə deyim də, düzdür, doğrudur. Yəni haqlısan. Bu belə deyim, İtaliya, Azərbaycan, Singapur. Bu 3 yarış bəlkə də onun bütün o psixologiyasını darmadağın elədi. Çünki həm gəncdir, həm mental cəhətdən biraz bəlkə də zəif oldu. Biraz da o komandada biraz Lando Norris tərəfi çox tutuldu. Bəlkə də belə hadisələr onu biraz psixoloji sındırdı. Düzdür, son 2-3 yarışda təzədən özünü toparladı. Amma onda da yenə komanda səhvləri oldu. Məsəl üçün Qətərdə komanda onu təhlükəsizlik maşını vaxtı pitə alsa, yarışı o qazanacaqdı. Qətərdə çünki onun dominantlığı var idi. Sprintdə qələbə qazanmışdı və daha sonra pol və daha sonra liderliyi də edirdi. Yəni birinci yeri o tutsa, həmin yarışda Qətərdə səhv eləmirəmsə, Lando Norris heç podiuma çıxmadı. Yəni o 4-cü olsa bir neçə birdən son yarışa çox yaxşı gələrdi. Son yarışda yenə bunu bir necə deyim, yastıq kimi istifadə elədilər. Yəni daha fərqli təkarla başlatdılar. Sonra da Max Verstappen'in necə deyim, o Sampşi oynamasına da icazə vermədilər onun hesabına. Max Verstappen o belə deyim, o 2016-cı il Abu Dhabi yarışını xatırlayırsan yəqin. Hamilton necə ki Rosberg'dən oynayırdı, əyləcə basırdı tez-tez, onu arxasında saxlayırdı. Yəni Verstappen onu icazə vermədilər bununla da ki, o Verstappen çünki fərqli taktikada idi Piastri. Ona görə də Verstappen də məcbur yolunu sürdü, getdi.
Yəni ona görə də belə hadisələr Piastrini geri saldı çempionluq mübarizəsində. Verilişimizin sonuna çox az dəqiqələr qalıb və yekun olaraq Lando Norris və Max Verstappen barədə danışaq ki, Lando Norris yenidən liderliyini bu mövsümdə ən azından bir 2 qat çempion ola biləcəkmi, yoxsa Max Verstappen 1 nömrəsini geri qaytaracaq? Yeri gəlmişkən 3 nömrəsində Daniel Ricciardo'nun keçmiş nömrəsindədir. Yəni 33 idi, yəni 33 əfsanəvi bir rəqəm idi. Çox istəyərdim ki, o rəqəmə qayıtsın. Yəni 33-dən çıxmazdı, yəni. Çünki o belə deyim də ikonik pilotlar, yəni əvvəl MotoGP-də idi də bu. Məsəl üçün Valentino Rossi'nin 46 nömrəsi var idi, Marc Marquez'in 93 nömrəsi var. Çünki Formula 1-ə bu qayda çox sonradan gəldi. 2014-cü ildən gəldi, amma MotoGP-də elə deyildi. Əvvəldən bu var idi. Məsəl üçün Nick Hayden var idi, rəhmətlik. 69 nömrə ilə çıxış edirdi. Yəni onun da yəni bütün o aksesuarlarında, bütün saatlarında belə xüsusi 69 nömrəsi xüsusi vurğulanırdı. Yəni o gərək o mən istəyərdim ki, yəni o da 33 nömrədə davam eləsin, yəni nömrə dəyişməsin. Və Landoya gəlincə 2 qat çempion ola bilər. Yəni yenə deyirəm, hər şey McLaren'dan asılıdır və McLaren qış testlərində pis deyildi, pis görsənmədi Barcelona testlərində, amma yenə deyirəm, bu testlər heç meyar deyil, yəni bu testlərə baxıb deyə bilmərik ki, bu komanda güclüdür, yəni deyə bilmərik ki, Ferrari bu qayıdır, ya da deyə bilmərik ki, Mercedes dözümlü olacaq, çünki bu testlərdə heç nə göründüyü kimi deyildi. Yəni medalın o dilləri, o icebergin görünməyən tərəfi ya da medalın o bir üzü. Bu il medal tamamilə yeni bir medaldır. Əvvəlki mövsümlərə bənzəmir. Ona görə də Formula 1 izləmək üçün maraqlı bir vaxt. Biz medalın biri var, bir üzünü görürdük, o biri üzünü görmürdük, amma burada iki üzünü də görmürük. Formasını da bilmirik necə bir şeydir. Bizim maraqlı Formula 1-li günlər, aylar gözləyəcək. Bir həftədən sonra Bəhreyn testləri başlayır. Bax gələn 3-cü gün, ayın 11-i Bəhreyn testləri başlayır. Hətta ayın 11-i Bəhreyn testləri başlayır və orada biz çox şey biləcəyik. Kim hardadır, kim necə güclüdür, kim necə maşın düzəldib. Ondan bir həftə sonra təzədən 2-ci Bəhreyn testləri başlayır. Bu da 3-cü testlərdir. O da 3 gün davam eləyəcək və ondan sonra da 14 gün belə getdi. Yəni bizim üçün 21 gün belə və ondan bir həftə sonra da, bir həftə 10 gün sonra da Formula 1 mövsümü başlayır. Yəni çox az qaldı. Çox az qalıb. Xəbərləri yavaş-yavaş oxuyub gözləyəcəyik ki, mövsüm başlasın martın 8-də. Təşəkkürlər Rauf. Bu qadınları düşünür Formula 1. Bəli, özü də saat 8-də başlayacaq Bakı vaxtı ilə. 8 mart saat 8-də Avstraliya Grand Prix-si. Səhər tezdən yuxumuza səhər tezdən oyanırıq və baxacaq maraqlı bir yarışa. Təşəkkürlər Rauf, bugün gəldiyin üçün, maraqlı söhbətin üçün. Hətta mən Formula 1 komandalarının yerində olsa ilk yarış üçün güllü rəng salarlar seçirəm. Bəlkə də eləyən olacaq bunu. Yəni kifayət qədər rəngli komandaları varsa, hələ komandaların bəzilərində rənglər açıqlanmayıb. Bəlkə də bir şey sınamaq istəyərlər. Biz ayrılan vaxt artıq başa çatır. Təşəkkürlər maraqlı söhbətin üçün. Sizinlə sabaha qədər sağ olacağım. Sağlam Radio 93 FM-də qalın. Özünüzdən müğayət olun. Hələlik. Oldu. Çox sağ olun.